hər bir müsəlmanın vəzifəsi nədir? Hər bir müsəlmanın vəzifəsi, məqsədi Allah talanı razı salmağa çalışmaqdır. Və Allahı razı salmağın yolu hardan keçir? Allahı razı salmağın yolu Allahı tanımaqdan keçir. Çünki biz əgər Allahı tanıya bilməsək, o zaman onu razı salmağın yollarını da bilməyəcəyik. Hansı əməllərimizin Allaha xoş getdiyini, hansı əməllərimizin Allahı bəyənmədiyini biz oradan anlaya bilməyəcəyik. Ona görə dinimizin bizə birinci əmri nədir? Birinci əmri Allahı tanımaqdır. Əgər bir insan Allahı tanımadan dini əmrləri yerinə yetirirsə, o zaman orada bir boşluq olacaqdır, onun dini tam olaraq yerinə oturmayacaqdır. Yox, əgər bir adam Allahı tanıdıqdan sonra artıq dini yaşamağa başlayarsa, o adamın dörd-dörtlük bir dini olacaqdır deyə ifadə edə bilərik. Dinimizə baxdığımız zaman müsəlmanın ilk işi iman məsələləri olmalıdır. Yəni imanını düzgün şəkildə formalaşdırmağa çalışmalıdır. Və alimlərimiz iman adlandırdığımız o məhfumu bir ağaca bənzədirlər. İman elə bir ağacdır ki, onun kökündə Allahı tanımaq dayanır. Kökündə ağacın Allahı tanımaq dayanırsa, bu ağacın gövdəsi Allaha güvənməkdir. Yəni ağacın kökü tanımaqdır, gövdəsi güvənməkdir. Bir də onun meyvələri vardır ki, həmin imanın meyvələri isə əməllərdir. Yəni Allahı tanımaq, Allaha güvənmək və bu güvəncdən dolayı da onu razı salmaq üçün əməllər işləməkdir. Ona görə də Uca Rəbbimiz elə Qurani-Kərimin öz surəsində, yəni Nisa surəsində bizə tövsiyə edir. Deyir, ya eyyuhəl-ləzīnə əmənu əminu. Yəni ey iman gətirənlər, iman gətirin deyir. Yəni hətta iman gətirənlərin belə imanını təzələməyə ehtiyacı vardır. Çünki təzələnməyən iman bir növ paslanmış dəmirə bənzəyir. Yəni şeytan bir insan imanını təzələmirsə, imanını artırmağa çalışmırsa, şeytanın o adamı öz toruna salması daha asan olur. Elə bir ki, bir idmançıdır, idman eləyib bir əzələ yığıbdır. Daha sonra o əzəli inkişaf etdirilməsə, başlayacaq əzələ yavaş-yavaş neynəməyə, əriməyə başlayacaq. Din də bu şəkildədir. Dini sən müəyyən yerə gətirdinsə, artıq onu inkişaf etdirməyə çalışmaq lazım. Ona görə Peyğəmbər s.ə.v nə buyurur? Beşikdən məzara qədər deyir, elm öyrənməyimiz lazımdır, dini öyrənməyimiz lazımdır. Aleyküm salam. Və dinin ilk əmri nədir? Bax, bizim Qurani-Kərimə baxdığımız zaman ilk nazil olan surənin ilk ayəsi nədir? Oxu əmridir. Yəni dinimizin bizə birinci əmri namaz deyil, oruç deyil, zəkat deyil. Birinci əmri nədir? Birinci əmri oxumaqdır bizə. Peyğəmbər s.ə.v və dinimizin bizə tövsiyəsi oxumaqdan ibarətdir. Və baxdığımız zaman, əziz qardaşlar, dində nədən keçir? Dinin az öncə qeyd etdik ki, həmin ağacın gövdəsi Allaha güvənməkdir. Əgər bir adam Allaha güvənmirsə, məsələn, nümunə verək, bu adam namaz qılır, deyir ki, birdən axirət olsa, qoy mən cənnətə gedim, yəni belə tam Allaha güvəni yoxdur, namazı başdan ötürmə qılır, yəni xala-xətrun qalması namaz qılır, o adamın elə bir ki, bir ev tikib ki, o evin fundamenti yoxdur, yüngül bir külək əsdiyi zaman onun evi dağılmağa məhkumdur. Yəni, beləcə, Allaha güvəni güclü olan adama gəldikdə o adamın artıq evi sağlam təməllər üzərində qurulmuş bir evə bənzəyir. Və bir digər məsələ, imanda şübhə olmaz deyir. Bax, əgər deyir, sənin Allaha, Allahın qanunlarına bir qram şübhən varsa, sən onda mömin sayılmırsan, sən müsəlman sayılmırsan. Məsələn, biz buna da misal verə bilərik ki, məsələn, təsəvvür elə ki, əgər bir adam günah işləmək istəyir, təbii ki, mömin bir kimsənin vicdanı, onun imanı günah işləməyinə icazə vermir. O anda birdən şübhəyə düşür. Qayda edir ki, əşki, kim gedib axirətə gəlib, bir anda şübhə yaşayır, deyir, gedim günahımı işləyim, deyir. Bu zaman onun qəlbində şübhə yaradığına görə o adam dindən çıxmış sayılır. Yəni, bir adamın zərrə miqdarı Allaha şübhəsi varsa, bu adam əsla müsəlman sayılmaz. Bir də bunun başqa bir tərəfi vardır. Məsələn, deyir, bir dəfə səhabələr Peyğəmbər sallallahu aleyhi ve sellemə gəlirlər ki, ya Rasulallah, bəs bəzən bizim qəlbimizə elə bir duyğular gəlir, elə düşüncələr gəlir ki, çox pis düşüncələr olur da. Biz o düşüncələri dilimizə gətirməkdənsə, atəş olmağı, odun olmağı daha üstün tutardıq. Yəni, çox axmaq bir düşüncələr bizim axlımıza gəlməkdədir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu düşüncələrin sizin axlınıza gəlməsi normal bir hadisədir. Bu nədir? Bu şeytanın vəsvəsəsidir. Əslində bunu siz düşünmürsünüz. Bunu şeytan sizə bir vəsvəsə olaraq verir ki, sizi yoldan çıxarsın. O bir məsələ var, deyir ki, boş evə oğru girməz. Yəni sizin qəlbinizdədir bir iman hissi var ki, şeytan o vəsvəsələrlə sizin imanınızı
oradan çıxartmağa çalışır. Məsələn, deyir, Peyğəmbərimizin bir hədisidir. Şeytan tutaq ki, sizə belə bir vəsvəsə verə bilər. Deyir, ta ki, Allah insanları yaratdı, bəs Allahı kim yaratdı deyə deyir. Sizə bir vəsvəsə verirsə, həmin onda deyir, şeytandan Allaha sığının, Allah sizi oradan qoruyacaqdır. Və deyir, şeytan insana bu cür pis vəsvəsələr verir. Bunun ardından artıq hücumun ikinci mərhələsinə keçir. Sənin axılına gəlir, deyir ki, ey insan, bax gör sən nə qədər pis adamsan ki, Allah haqqında belə pis düşüncələrin var da sənin. Halbuki bu əslində bizim düşüncəmiz deyil, şeytanın bizə təlqin eləməyə çalışdığı məsələlərdir. Yəni bu insanın özündən qaynaqlanan şeylər deyil. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, deyir, bu zaman deyir, siz az öncə qeyd etdiyim kimi, o Peyğəmbərimizin sünnəsini oxumaqla, həyatına baxmaqla bu imanın müəyyən mərhələsində olan bir şeydir. Bu sualları yavaş-yavaş siz nə edəcəksiniz? Atladacaqsınız və artıq şeytan da baxacaq ki, mən buna nə qədər belə vəsvəsə versəm də onu yoldan çıxara bilmərəm. Şeytan da öz məğlubiyyətin boynuna alacaq və artıq o cür vəsvəsələrə buraxacaqdır. Amma buna görə də nədir? Elm öyrənmək lazımdır. Yəni dinimizin qayəsidir. Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədis şərifində buyurur ki, istəyir kişi olsun, istəyir qadın olsun, hər bir müsəlmana elm öyrənmək deyir, fərzdir. Birincisi elm öyrənməkdirsə, ikincisi səmimiyyətdir. Yəni, müsəlmanda əgər səmimiyyət yoxdursa, o adamın imanı nədir? Çox zəif olacaqdır. Səmimiyyət nədir? Məsələn, tutaq ki, həyatda gəzirsən, həyatda gəzərkən bir də baxırsan ki, çox gözəl bir gül bitibdir torpaqdan. Məsələn, ağ rəngdə qara torpaqdır, qara torpaqdan o qədər gözəl bir ağ gül çıxıb ki, bir də o gülü iynəyirsən, baxırsan ki, o qədər gözəl o güldən iyi gəlir ki, baxırsan ki, bu torpaq, qara torpaqdır, şuursuz torpaqdır. Bunu necə yarada bilər axı bu torpaq öz-özündən? Bunun bir yaradıcısı olduğunu sən orada görmüş olursan. Məsələn, elə insanların simalarına baxırsan ki, Allah Teala hamını eyni üzü yaradıb. Hamının burnu, gözü, qaşı, hamının saçı, hamı da eyni yerdədir. Amma bu bənzərliyə baxmayaraq, həmcə insanlar heç biri bir-birinə bənzəmir. Yəni, hamını bir başqa surətdə xəlq edibdir. Təsadüfən bu cür yaradılışın baş verməsi də mümkün deyil. Bu da nəyə göstərir? Allahın bir varlığını göstərir. Və Quran-ı Kərimdə Allahın adlarından biri də Bəri adı var. Yəni, bənzərsiz yaradan. Heç kimi bir başqasına bənzətməyən şəklində Allah Teala burada öz adını bu şəkildə bizə bildirir. Məsələn, bir başqa məsələ, o gün adam oturub fikirləşir. Baxırsan ki, qar yağır. Qar yağan zaman buralarda ətraf ərazilər tez bir zamanda əriyir, amma dağlarda qar ərimir. Sanki Allah Teala o dağlarda qarı bir ehtiyat kimi saxlayır ki, o ki yazda, avqust ayında, iyun ayında, yay aylarında o ki su qutaran vaxtı olur. O vaxtda artıq o ehtiyatda saxladığı qarı əridir. Beləcə bostanlara su həmin dağlardan çaylar vasitəsilə gələrək sanki bizə yenə də bir Allahın mərhəmətini orada göstərmiş olur. Elə suyun özünü götürək ki, suyun özü Allahın varlığına bir dəlildir. Necə? Çünki yerin altından elə bir şəkildə o su çıxır ki, yəni burada insanın ən çox ehtiyacı olan su Allah Teala yerin dibindən ona çıxardaraq bizə qarşı nə qədər şəfqətli olduğunu uca Rəbbimiz orada göstərmiş olur. Məsələn, heyvanlara baxırsan ki, vəhşi heyvanlardır. Baxırsan ki, məsələn, bir pələng olsun, bir aslan olsun, acılıq hissi ona gəldiyi vaxtı şuursuz canlıdır da. Baxırsan, gedir bir başqa canlını parçalayıb yeyir. Amma onun öz uşağına gəldikdə, nə qədər az olsa da, ac olduğu olsa da, o heç o öz uşağını yeməz o. Uşağına qarşı çox şəfqətli davranır. Halbuki biz onun nə şuuru olmadığını, nə zehni olmadığını, sadəcə içgüdüləri ilə yaşadığını bilməkdəyik. Yəni, sanki Allah Teala elə o canlıları da varlıqlarını davam etdirməsi üçün qəlbinə bir şəfqət hissini orada qoymuşdur. Məsələn, o gün baxıram ki, bir barama qurdu görürsən. Barama qurdu gedir, özünü ağaca elə bir şəkildə yapışdırır ki, külək əsəndə də o qopur, yağış yağır üstünə qopur. İçində elə bir proses gedir ki, o barama qurdu bir müddət sonra kəpənəyə çevrilir. Yəni, bu barama qurdu bu təcrübəni həyatında bir dəfə yaşayır. Görürsən, bu onu hardan öyrənib? Təbii ki, heç hardan öyrətməyib. Bunu Allah Teala onun beyninə yerləşdirib. Yəni, bu şəkildə onun yaradılış, belə deyək ki, vermiş olur. Onun həyatını sürdürməsi üçün belə bir ikram edir ona. Və əziz qardaşlar, yəni, dolayısıyla bu sadalıqlarla gəldiyimiz nəticə odur ki, dünyada elə bir mükəmməl bir nizam vardır, elə bir mükəmməllik var ki, bu mükəmməlliyin təsadüfən olması mümkün deyil. Yəni, sadə bir evi düşünək, sadə bir ev sənətkarı olmadan yarana bilmədiyi halda, bu cürə gözəl kainat öz-özünə bir sənətkar olmadan, yəni bir Allah olmadan yaradılması çox labüd bir məsələdir baxdığımız zaman. Və Allah Teala bizə Quran-ı Kərimdə
adlarını göstərir və deyir ki, mənim oradakı adlarıma baxın, daha sonra mənim mahiyyətimi deməyək də, xüsusiyyətlərimi təfəkkür eləməyə çalışın. Məsələn, Allah Quran-ı Kərimdə özündən Rəzzaq olaraq bəhs eləyir, yəni ruzi verən olaraq bəhs eləyir. Biz Allahın Rəzzaq sifətini kainata baxdığımız zaman çox asanlıqla orada görə bilirik. Məsələn, bir ağac götürək, həmin ağac o qədər gözəl bir meyvə hazırlayır ki, bizim üçün. Baxırsan ki, o meyvə tam da bizim ağız dadımıza uyğun şəkildə ağac tərəfindən hazırlanıbdır. Yəni, o şuursuz olan ağacın bu cür gözəl meyvə hazırlaması nə dərəcədə ağla yatqın ola bilər ki? Və yaxud da o meyvənin tərkibində tam da insan bədəninə lazım olan vitaminlər vardır. Və bu vitaminləri kim verir ona? Torpaq verir. Yəni, torpaqda bir axıl, bir şuur yoxdur axı o vitaminləri ona versin. O zaman insan ya qəbul eləməlidir ki, ağac çox axıllı bir canlıdır, ya da onu qəbul eləməlidir ki, ağaca bunu etdirən bir qüvvə vardır ki, o da Allah Teala Həzrətləridir. Məsələn, bir qoyununu götürək. Qoyun bizə o qədər gözəl süd verir ki, adam istəyir ki, hər dəfə o süddən yesin, içsin. Təbii ki, bu qoyunun özünün axlı olsaydı, qoyun kimi yaşamaqdan çıxardı, başlayardı, normal bir həyat yaşayardı. Amma o qoyunu demək ki, o arxa planda o işi gördən o Rəbbimizdir ki, onun vasitəsilə bizə çox böyük ruzilər verməkdədir. Məsələn, biz elə insan davranışlarının özünü götürsək belə, insan davranışları da həqiqətən Allahın varlığına bizi aparıb çıxarmaqdadır. Belə ki, baxdığımız zaman biz insanlar əlimizi hərəkət etdirmək istəyirik və yaxud da digər bir hərəkət vasitələrini icra elədiyimiz zaman, məsələn, biz özümüzə sual verək ki, əlimizi hərəkət elətdirəndə, o əlimizi hərəkət elətdirmək üçün beynimizdə hansı sinirin işə düşdüyünü biz bilirikmi? Təbii ki də bilmirik. O sinirin hansı funksiyaları olduğunu biz dərk edə bilmirik. Demək ki, biz özümüzü hərəkət elətdirmirik. Biz sadəcə hərəkət etdirmək istəyirik. Bu hərəkəti kim yaradır? Bu hərəkəti yaradan Allah Teala'dır. Məsələn, danışmağın özünü götürək. Biz özümüz danışmırıq əslində. Biz sadəcə danışmağı istəyirik. Bizi danışdıran kimdir? Allah Teala'dır yəni. Yəni, dolayısıyla görürük ki, kainatın ən şuurlu canlısı olan insan belə öz hərəkətlərinin hardan qaynaqlandığını bilmirsə, bu o deməkdir ki, bu hərəkətləri elətdirən kimdir? Allah Teala Həzrətləridir. Yəni, sadəcə bizim etdiyimiz istəməkdir. Bu istəməklə də Allah Teala çox gözəl bir bizə həyat tərzi bəxş eləməkdədir. Və bir digər məsələ nədən ibarətdir? Bax, Allah Teala'ya baxırıq ki, bizə bu qədər nemətləri ihsan eləyir, bizə həyat bəxş eləyir, ruzi verir. Amma biz insanlardan bir qismi nə eləyir? Aleykümselam. Biz insanlardan bir qrupu qayıdır ki, mən Allaha yox, bütlərə iman gətirirəm. Kimisi dünyanı özünə büt olaraq götürür, kimisi pul paranın köləsinə çevrilir, kimisi nəfsinin qulu olur. Amma Allaha qul olan insanların sayında biz azlıq görürük. Yəni, bir adam başqa birinə bir yaxşılıq eləsə, həmin başqa biri də bu yaxşılığı onu eləyən adamdan deyil də, digərindən görsə, təbii ki, bu adama acıq gələr. Tutaq ki, mən filan kəsə bir yaxşılıq eləyirəm, hər gün ona yaxşılıq eləyirəm, bir də baxırsan ki, qayıdıb adama qarşı elə bir nankorluq eləyir ki, deyirsən, mənə yaxşılıq eləməmsən, mənə yaxşılığı başqa biri eləyib. Halbuki, o dediyi adamın onunla heç bir əlaqəsi yoxdur. Allah Teala ilə insan arasında olan münasibətlər də bu şəkildədir. Allah bəndələrinə yaxşılıq eləyir. Az öncə sadaladığım kimi onlara həyat bəxş edir, ruzi verir, amma bəzi bəndələr qayıdırlar, deyirlər ki, məsələn, Hindistana baxdığınız zaman deyir, inəkdir, bizim tanrımız inək qəbul edirlər. Bəzən baxırsan ki, inək bizim üstümüzdən keçsə, nə bilim, günahlarımız bağışlanacaq, nəsə bu şəkildə bir heyvana, bir şuursuz varlığa Allahın sifətlərini izafə edirlər. Təbii ki, bu da nədir? Bu da Allaha qarşı ediləcək ən böyük haqsızlıq kimi bizim qarşımıza çıxmaqdadır. Ona görə də dinimizdə ən fəzilətli kəlimə, ən gözəl söz nədir? Lə iləhə illallah sözüdür. Yəni, Allahdan başqa ilah yoxdur. Yəni, mən Allahı qəbul edirəmsə, nəfsimdən imtina eləməliyəm, dünyalıq, belə deyək ki, bəzi mənfəətlərindən imtina eləməliyəm və yaxud da bəzi mənim axirətimə yaramayacaq məsələləri kənara qoymağım lazımdır. Yəni, dolayısıyla bir insan Lə iləhə illallah deyirsə ki, Allahdan başqa ilah yoxdur sözünü qəbul edirsə, o zaman qəbul eləməlidir ki, Allah vardır, Allahdan başqa ölüm verən yoxdur. Allah vardır, Allahdan başqa ruzi verən yoxdur. Yəni, ruzini məsələn elə adam var ki, bir müdüründən görür. Yəni, halbuki ruzini verən müdür deyil, sadəcə Allah Teala o ruzini o müdürün əlləri ilə verir. Və yaxud da bəzi adamlar bir arxa dayağı olur, bir başqa bir insan, elə bilir ki, bunun saxlayan, bunu qoruyan həmin insan. Halbuki o insan deyil, o insan sadəcə bir vasitədən ibarətdir. Onu qoruyan da, gözətləyən də Allah Teala Həzrətləridir burada. Və Quranda baxdığımız zaman
Uca Rəbbimiz 88 ayəsində biz müsəlmanlara xitab edir ki, ey iman gətirənlər deyə 88 ayədə biz müsəlmanlara Allahın müraciəti vardır. Abdullah ibn Məsud Həzrətləri deyir ki, mən ki o ayələri oxuyurdum ki, ey iman gətirənlər deyə o ayələri oxuyanda sanki Allah Teala birbaşa mənim adımı çəkirmiş kimi. Yəni iman gətirənləri qoyurdum bir qırağa. Məsələn biz iman gətirənlər deyəndə özümüzdən çox başqalarına fikirləşirik ki, filan kəs belədir, peşman kəs belədir. Amma Abdullah ibn Məsud radiyallahu anh, o böyük sahabələrdən biri nə deyir? Mən o ayəni oxuyanda sırf özümü fikirləşərdim ki, yəni Allah burada mənə müraciət edir. Görürsən, mənə nə deyir burada, mən onu yerinə yetirməyə çalışım. Bu da nədən qaynaqlanır? Bu da səmimiyyətdən, insanın səmimiyyətindən qaynaqlanan bir məsələdir, əziz qardaşlar. Və baxdığımız zaman Allaha imanın bizə qazandırdığı çox şeylər vardır. Bunlar nələrdir? Birincisi, Allaha iman bizə xoşbəxtlik qazandırır. Necə xoşbəxtlik qazandırır? Tutaq ki, baxırsan ki, bir nəfər adam sənə qarşı elə bir haqsızlıq eləyir ki, nə qədər eləsən də o haqsızlığın qarşılığını o adama verə bilmirsən. Yəni, baxırsan ki, sənə qarşı elə böyük hörmətsizlik eləyir və yaxud da bir pislik eləyir, sən ya o pisliyə qarşılıq vermək istəmirsən, ya da bu ədalətsizliyə qarşılıq vermək istəsən də sənin dünyadakı o kapasitən və ya gücün ona qarşı çıxmağa kifayət eləmir. Və nəticədə nə eləmiş olursan sən? Fikirləşirsən ki, hə, nə gözəl ki, axirət vardır. Və bu axirətin olması ilə Allah Teala mənim haqqımı deyir, ondan alacaqdır. Yəni, mənim haqqım boşda qalmayacaqdır. Yəni, Allaha imanın bu cür gözəl bir tərəfi vardır. Məsələn, bir digər gözəl tərəfi ondan ibarətdir ki, Allaha iman gətirən bir adam sıxıntısı olduğu vaxtda çox üzülməz. Çünki bilir ki, Allah Teala hər şeyi görür, Allah Teala hər şeyə qadirdir. Yəni, uca Rəbbimiz lazım bilsə, bizi də nə edəcəkdir? O sıxıntılardan qurtaracaqdır. Və baxdığımız zaman görürük ki, həqiqətən kainatda çox böyük bir möcüzələr vardır. Məsələn, möcüzə nələrdir? Milyonlarla qalaktikalar var. Həmin milyonlarla qalaktikanın içərisində milyonlarla ulduzlar var. O ulduzların içərisində planetlər var və bu planetlərin hamısı nədir? Nizam içərisində hərəkət eləməkdədir. Və bu nizamın olması bizə nə göstərir? Bu nizamın olması və onun davamlı hərəkət eləməsi onun bir nizamlayıcısının olduğunu bizə göstərir. Və o nizamlayıcı da sonsuz qüvvət sahibidir və yorulmaq bilmir ki, bunu davamlı hərəkət etdirə bilir. Əgər Allah yorulsaydı, təbii ki də kainatda çox belə faciəli bir hadisələr baş verərdi, haşa. Ona görə də məsələn biz günəşə baxdığımız zaman günəş nədir? Günəş çox böyük bir ulduzdur. Və bu ulduz da nə etməlidir? Yer kürəsi kiçik olduğuna görə onu öz içinə çəkib yer kürəsi günəşə o lavanın içərisində partlamalıdır. Amma Allah Teala o qədər gözəl bir nizam yaradıb ki, o qədər gözəl məsafə qoyub ki, yerlə günəş arasında. Bu ikisinin arasında biz insanlar nə edirik? Çox gözəl bir həyat tərzi yaşamış oluruq burada. Və dolayısıyla, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib soruşurlar ki, ya Rasulullah, İslam dinində ən fəzilətli əməl nədən ibarətdir deyə soruşurlar. Allah Resulü qayıdır ki, Allahı tanımaqdır. Ən fəzilətli əməl Allahı tanımaqdır. 3 dəfə soruşurlar bunu. Deyir, ya Rasulullah, bəs bir digər fəzilətli əməl hansıdır? Yenə qayıdır ki, ən fəzilətli əməl Allahı tanımaqdır. Çünki sən Allahı tanımadan digər İslami əmrlər edərsənsə, bunun altında bir boşluq qalacaqdır. Amma Allahı tanıyaraq bu əməllərə gedərsənsə, artıq səndə nə olacaqdır? Artıq səndə o işlər yerinə oturmuş olacaqdır. Məsələn, bəzi namaz qılan qardaşlar görür ki, 3 ay, 4 ay namaz qılır, sonra namazını tərk edir o. Bu zaman biz nə nəticəyə gəlirik? Biz onun əslində deyirik, mən qılmaq istəyirəm, amma qıla bilmirəm. Əslində bu o demək deyil. Bu əslində nədən qaynaqlanır? O adam Allahı yaxşı tanımır. Ona görə də o Allahla əlaqəsini gözəl bir şəkildə qura bilmir. Əgər Allahı yaxşı tanısaydı, orada o əlaqəni də gözəl bir şəkildə qurmuş olacaqdı. Ona görə Uca Rəbbimiz Ali İmran surəsində buyurur ki, əsl möminlər o kəslərdir ki, onlar ayaqda olarkən, oturarkən, hətta yatarkən belə Allahı xatırlayan kimsələrdir. Və Peyğəmbər s.ə.v-də bu ayət-i kəriməyə uyğun bir hədis şərifi var ki, deyir, təfəkkür etməyənə yazıqlar olsun. Yəni, Allahı düşünməyənə yazıqlar olsun deyə Peyğəmbərimiz bu işin əhəmiyyətini bizə bildirmiş olur. Ona görə də hamımızın Allaha dua eləməlidir ki, o Həzrəti Əlinin imanını bizə də qismət eləsin ki, o Həzrəti Əli ki, deyir, təsəvvür elə, o qədər Allaha güvənirdi, o qədər Allaha imanı güclü idi ki, deyir, mən əgər Allahla aramızda olan o pərdə qalxsa, mən Allahı görsəm, bu mənim imanımda bir qram dəyişiklik etməlidir. Çünki mən Allaha inana biləcəyimin maksimum səviyyəsində deyir, iman gətirmişəm deyirdi. Və dolayısıyla, əziz qardaşlar, günlərin birində Peyğəmbər s.ə.və gəlirlər ki, ya Rasulallah, mən qəlbimdə iman olub-olmadığını necə anlaya bilərəm deyə soruşurlar ondan. Peyğəmbər s.ə.v gözəl bir cavab verir
Deyir ki, əgər deyir, sən günah işlədiyin zaman, o günahı işlədikdən sonra bir peşmançılıq yaranırsa, sənin içində belə bir his yaranırsa, deməli sənin qəlbində iman vardır. Yox, əgər günah işlədikdən sonra davamlı o günahlara batırsansa, deməli sənin imanın çox zəifdir. Və bir də digər məsələyə toxunur ki, əgər deyir, sən günah işləmək istəyən zaman, o ki, Allah qorxusu səbəbiyle o günahdan çəkinirsənsə, bu nə deməkdir? Bu artıq sənin imanının çox güclü olduğunun göstəricisidir, əziz qardaşlar. Və dolayısıyla baxdığımız zaman Allah Taala'ya sonda onu da qeyd edək ki, bax, dənizdə balıqlar görürük, milyonlarla çeşid orada balıqlar var. Allah Taala hamısının ruzisini verir. Məsələn, bir ağac götürək ki, ağacın işləmə qabiliyyəti yoxdur, gəzmə qabiliyyəti yoxdur. Allah Taala torpaq vasitəsilə ruzisini onun ayağına kimi gətirib qoyubdur. Hətta bir bakteriyalara baxdığımız zaman, o bakteriyaların belə ruzisini Allah Taala verir, onların qarnını da ac qoymur. Və ona görə Uca Rəbbimizə dua edək ki, sonda Allah Taala bu cür mükəmməl xüsusiyyətlərini davamlı xatırlamağımızı bizə nəsib eləsin. Və Uca Rəbbimiz bu xatırlamalarımızı da imanımızın artmağına vəsilə qılsın. Və eyni zamanda da bu düşüncələrimizin müqabilində imanımızı qoruyub saxlamağı və qiyamət günü də onun huzuruna mömin bir şəxs olaraq çıxmağı hər birimizə ikram eyləsin.